beynəlxalq şöbəni təmsilən bizim gözəl xanımlar buradadır sizinlə görüşdə. Həm də parlamentimizin çox gözəl bir jurnalı var və onu rəhbərləyən bizim xanımımız burada təmsil olunur. We have nice ladies in our delegation representing the both international department of the parliament, of the administration of the parliament, as well as we have a very nice publication, a journal of the parliament, head of which chief editor is here. Biz çox şadıq ki, siz ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, eyni zamanda bizim parlamentimizin ən aktiv millət vəkili olan Mehriban xanım Əliyevanın dəvəti ilə Azərbaycandasınız və Mehriban xanımla bir çox sahələrdə əməkdaşlıqla bağlı geniş müzakirələr aparıbsınız və biz inanırıq ki, sizin bu səfərinizdən sonra birgə layihələrin sayı çoxalacaq, əməkdaşlıq daha da genişlənəcək. We are happy that you are visiting Azerbaijan upon the invitation of the First Lady of Azerbaijan and head of the Heydər Əliyev Foundation, as well as a very active member of the Parliament of Azerbaijan. You have had a very fruitful and efficient discussions with her, due to which I am convinced that after this visit, a number of joint projects will be increased and we will have very efficient cooperation between our countries. Və siz bilirsiniz ki, Azərbaycan parlamentinin müxtəlif beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri hər zaman Gürcüstanla bağlı məsələlərdə, Gürcüstanın ərazi bütövlüyü ilə bağlı məsələlərdə birmənalı olaraq dost, qardaş, strateji müttəfiq olan Gürcüstanı dəstəkləyir, yəni dövlətimizin apardığı siyasət, dövlətimizin mövqeyi və dövlət başçımızın mövqeyi parlament səviyyəsində də həm Azərbaycanda, həm də bütün beynəlxalq təşkilatlarda bu şəkildə də çatdırılır. You are aware that a Parliament of Azerbaijan, a delegation of the Parliament to various international organizations have always intensively supported the position of Georgia, including territorial integrity of the state, this country, which we consider as a strategic partner, as a friendly country to us. We always promote the positions of the country. This is the position of our president, which has been pursued by the parliament as well. Siz bilirsiniz ki, mən bu barədə məlumat vermək istəyirəm ki, parlamentimiz xüsusilə Gürcüstan parlamenti ilə parlamentlər arası əlaqələrin inkişafına xüsusi önəm verir və bu əməkdaşlıq Azərbaycan və Gürcüstan parlamentinin qarşılıqlı əməkdaşlığı və eyni zamanda parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkələrin parlament nümayəndə heyətlərinin qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir və bu getdikcə daha da genişlənir. You are aware that Azerbaijan and our parliament pays very serious attention to the particularly interparliamentary relations between Azerbaijan and Georgia, which this cooperation between our countries can be observed also in the cooperation and positive relations amongst our delegations to various organizations. Və biz Azərbaycan, Gürcüstan, dost, qardaş, strateji ölkələr olmaqla yanaşı, Gürcüstanda yaşayan, Gürcüstan vətəndaşları olan Azərbaycanlılar və Azərbaycanda yaşayan Gürcülər, Azərbaycan vətəndaşı olan Gürcülər bizim ölkələrimiz arasında ən möhkəm körpülərdən, tellərdən biridir və biz sizə təşəkkür edirik ki, siz Azərbaycanlıların məsələləri ilə bağlı, Gürcüstan vətəndaşı olan Azərbaycanlılarla bağlı layihələrə, müəyyən məsələlərə daim öz dəstəyinizi əsirgəmirsiniz. Indeed, our countries are strategic partners, are friendly countries, but also one of the bridges between our countries are the ethnic Azerbaijanis, which are the Georgian citizens, as well as ethnic Georgians, which are Azerbaijani citizens. They serve as bridges between our countries, and we are grateful to you that you are always paying attention and supporting our ethnic Azerbaijanis living in Georgia.